Qarabağ Universitetində Həmkarlar İttifaqı Komitəsi yaradılıb. Tədbirdə universitetin rəhbərliyi və professor müəllim heyəti, tələbələr, Azərbaycan təhsil işçiləri, Azad Həmkarlar İttifaqının rəsmiləri və media nümayəndələri iştirak ediblər. Çıxış edənlər Qarabağ Universitetində Həmkarlar İttifaqı Komitəsinin yaradılmasını universitetin sosial-mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndiriblər və bunun əməkdaşların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması və həmçinin universitetin ümumi inkişafına töhfə vermək məqsədi daşıdığını vurğulayıblar. Sonra Qarabağ Universitetində təsis olunan Həmkarlar İttifaqı Komitəsinin komitə üzvləri və sədri seçilib. Biz bu təşkilatı bu gün burada yaratdıq. Məqsədimiz odur ki, bu təşkilat Qarabağ Universitetində fəaliyyət göstərən, eyni zamanda təhsil alan tələbələrin bütün qayğılarla məşğul olsun, onların hüquqlarının müdafiəsini təşkil etsin, onların istirahətini təşkil etsin, kollektiv maraqlandıran, qayğılandıran bütün məsələlərlə nizamnamə çərçivəsində fəaliyyət göstərsin.